ki, illər boyudur ki, Tehran rejimi və Fars dövlətçiliyi demək ki, ərəb və bunlar da o qədər duzunu çox döydülər ki, indi bunun duzu, bunun öz acılığı öz boğazlarını tutur. Yəni burada bir prestij məsələsi var. Necə ki, demək ki, əmarat məsələsi, yaxşı, bunlar Rusiya ilə cici bacıdırlar. Yaxşı, Rusiya o 3 dənə adanın verilməsi Əbu Musadı Tombuların əmarata ona onaylayıb, qəbul edibdir. Və demək ki, Amerikası da, Avropası da Tehran rejimi biraz elə öz içində atılır düşür. Amma bunların opozisyonu, bunların demək ki, hamı deyir ki, yox, Xalici Fars bir dənə simvolik, bir dənə zat düzəldiblər. Məsələ buradadır ki, indi hətta nüvə silahı ilə məsələsində Səudi Ərəbistan deyir ki, əgər o Fransa deyir ki, əgər yığışdırmasa Amerika bunları, biz də başlayacaq düzəltməyə. Biz də başlayacaq nüvə qidalandırmağa. Yəni bölgədə bir yarış, yəni bu nüvə silahı əldə etsə, birinci təhdid elədici ölkə kim olacaq? Azərbaycan Cümhuriyyəti, Türkiyə Cümhuriyyəti. Sonra ki, sizə başı Tehran rejimi, hamı da bilir də bu nədir. Necə terrorla hamını püskünə qoyurdu, dünyanı hədələyirdi və murdar əməlləri hər yanında anda qalıb ki, dəlinin əlinə demək ki, bir dənə demək ki, bir aləti qəttalədə keçər. Məsələ buradadır ki, hamı gözləyir ki, bu məsələ bitsin. Və Amerikada və belə bir şey də var, bu mənim öz fikrimdir ki, Trump'ın da geri oturmalı fikri yoxdur. O geri oturmalı imkanı yoxdur. Çünki demək olar ki, respublikaçıların da, cumhuriyyətçilərin də partiyasının öz içində və hətta demək olar ki, demokratlarla birlikdə dəstək verirlər ki, bu Tehranın məsələsini tutarıq. Trump aşkara deyir, Trump deyir, mən gəlmişəm bu məsələni həll edeyim. Ya xoş dillə, ya vurmaqla. Sən hər halda bu yığışılacaq. Yəni Trump bunu açıq aydın aşkara deyir. Bəli. İndi məsələ budur ki, bunların nə qədər indi Trump qapalı qapılar arxasındakı Tehran rejimi necə ki, zaman Amerikada da gedib danışırdılar ki, bizim tamamiyyəti ərzimizi qoruyun və bizim hakimiyyətimizi bu Fars dövlətçiliyində qoruyun. İndi də söhbətlərin əsası biri odur. Yəni Amerika söz versin. Bu gizli söhbətlər çoxdur. Elə əsas məsələ başda duran da budur. Bunlar hər zaman, bunların opozisyonu da, rejim də və bunlar da hər yanına söhbət eylər. Tamamiyyət ərzi, torpaq bölücü. Ondan sonra da demək ki, bu rejimin hakimiyyətini Fars dövlətçiliyində saxlamaq. Bunu Amerikadan istəyirlər. İndi bəzi vaxtlarda görürsünüz ki, demək Trump'ın da, çünki o danışıqlar bəzi vaxtlar beyinlərdə qalır. Görürsən, bəzi vaxtlarda bəzi adamlar da Amerikada və başqa Avropada sayaqlayırlar. Sayaqlanında bilirsən ki, bunlar demək ki, bəzi vədələr verirlər. O söhbətləri üzə də aşmırlar ki, narahat olma, biz sizin hakimiyyətinizə deyir də bəzi vaxt Trump da elə deyir. Ya məsələn, Trump heç çıxıb deyir ki, İran milləti, hansı millətdən danışırsan sən? Harada İran milləti? İran milləti adına bir şey var deyil. Sən bunu deyirsən və məsələ də budur ki, keçən həftələr içində gördünüz bir iddə adam özlərində Azərbaycanlı, hər kəs də sapı itibdir, hər kəs də demək ki, Bərəxudda yaşayır, hara gizli aşkar xidmət edir, çıxırlar tez, biraz imza toplayırlar, bəlli deyir kəs, bəlkə necə bu İran adlanan yerdə də görürsəniz, Şah dönəmində də, Məhəmmədzad dönəmində də, bu rejimdə də. Gedirlər, ölülərin, sicillilərin şünasnaməsini götürürlər, gətirirlər, seçkilərdə demək ki, gətirirlər, bunu da yazıldım, adam ölüb gedib. Ajdar müəllim, məsələ, çox önəmli məsələ işarə elədiniz, mən heyifdir buna toxunmuyorum. Bunların internasionalları, BBC-ləri, indi bu rəsanələr ki, bunların əlindədir, çox utanmaz gəliblər bir günlərimizi bu, indi Xalici Ərəb ki adlandırılır, gəlirlər deyirlər 80 milyon, 80 milyon İranlı bundan narahatdır. Heç dənə rahat deyil. Türkün də vəzindən, Ərəbin də vəzindən, Kürdün də vəzindən gəliblər bunlar bu günlərimizi. Bundan öncə bunlar Türkü, Kürdü, Ərəbi görməzdən gəlirlər ki, bu coğrafiyada sadəcə biz varıq, biz demək olar öncülükdəyik, bizik, bunlar dərəcə 2-dirlər, biz dərəcə 1-ik. Bu günlərimizi gəliblər Türkün dilindən, Kürdün dilindən, Ərəbin dilindən, qeyri-farsın dilindən deyirlər, bunlar da narahatdırlar bu Xalici Ərəb məsələsinə görə. O halda ki, yox, biz heç narahat deyilik. Biz, demək olar, öz torpağımızı, öz coğrafiyamızı, o adları ki, bizdən, demək olar, silib Fars adlandırıb, biz ona narahatıq. Biz sizin Xalici Ərəbinizdə, Farsda narahat deyilik. Bizi də ilgiləndirməz.
orada onun adı Xalici Ərəb olsun, Xalici Fars olsun. O haldadır ki, onun öncəçi adı da elə demək olar Kəngər demək olar Xalici idi, bilmirəm Körpəzi idi. Bu günlərimiz hala o məsələyə biz zaman tarix keçibdir, göz yumruq da gəlib biz sizin üstünüzdə də bir dənə orada savaşa girə bilmərik ki, aya var bu Xalici Ərəbdir ya Xalici Farsdır. Bizim demək ki, Azərbaycan Milli Hərəkatında olan siyasi təşkilatlar, birəylər və filan uzun zamandandır ki, bəlirləndirmişik və soydaşlarımız da milli siyasi, kültürel fəaliyyəti olan bir Azərbaycan türkü kimi fəaliyyəti olan şəxslərimiz də bəlirləndirmişik ki, hər zaman bizim bunlar orada adı dəyişiblər. Ələhvazın adını götürüb eləyiblər. Xuzistan bu da o Pəhləvi sülaləsinin, o Rızanın oyunlarından biri idi. Və bunlar demək ki, bu günləri bizim ərəb soydaşlarımızla münasibətimiz çox gözəldir. İstər ki, bu idmanlarda olsun, futbol məsələsində, istər ki, çeşidli demək ki, gəlişmələrdə, ayaqlanmalar, ondan sonra filan, özəlliklə siyasi təşkilatlarla da bizim bunlarla hamısı ilə gözəl münasibətlərimiz var, qardaşlarımızdılar və bunların da Azərbaycanla bağlı, Azərbaycandakı türklərlə, bizim türlüklə bağlı hər tərəfdə doğrudan müsbət addım atırlar və hər zaman özlərini bizə yaxın hesab edirlər. Gözləntiləri də var ki, Azərbaycandan çox demək ki, ümidləri Azərbaycanadır ki, özləri də zaman-zaman bunların siyasi liderləri, aparıcı şəxsləri və adamları dəfə-dəfə söyləyirlər ki, əsas bizi qurtarsa Azərbaycan qurtaracaq. Bunu bəluçlar da deyir və başqa etnik qruplarda, başqa millətlər də bu fikirdədirlər. Yəni, bunlar gəlir 86 milyon, 85 milyondan danışırlar, boş-boşuna danışırlar. Əgər demək ki, əlan bu günləri bunların özləri, farsların özləri gətirdiyi oyunbazlıqlarına, bu rejim, bu mallar rejimi deyirəm mən. Bu mallar rejimi, bu Pəhləvi sülaləsinin farsların istehsal etdiyi öz ürünləridir. Özləri istehsal ediblər. Bu seyyidbazlıqlar, bu mallabazlıqlar, möcüzəbazlıqlar, ondan sonra nöhrəxanlar, hamısı Tolid, bunu istehsal edən, Tolid edən bu Pəhləvi sülaləsidir, Pəhləvi rejimidir. Ondan sonra özlərinin yaxası, özləri demək, boya başa çatdırdığı bu rejimin əlində qaldı. Axırda da gəldilər, qırd-dəhlədilər, mollalar bunların qulağının dibində və bunların demək ki, Xumeyni Bəğdadda idi, Nəcəfdə idi, Məhəmməd Rıza Səddamla danışırdı, pul göndərirdi Savaşın əliyinə, Xumeyninin pulun aylığını verirdi. Bazardan hər yandan toplanan pulları qəşəng qoyurdular Xumeyninin hesabına və başqa mallaların hamısını demək ki, nələr sarıblar mallalara baxın, bəzisi vardı ki, qarğa yaşından çoxdur bunların yaşı. Heç bunların hələ demək ki, o adamı ki, gəlib oturub orada, adamın demək ki, deyirlər 100 yaşından çoxu, 100 yaş çoxdur. Ona görə bu mallalar və demək başqa bir oyundur, çıxıbdır. Əlbəttə, bu məsələni ki, bunlar oyun saldılar ortaya, özləri də yandılar, irticaçılığı, mövhumatçılığı və geri qalmışlığı Azərbaycan Türkiyə, Azərbaycanlılar və türklər, türk milləti bu son ən azı bu son 100 ildən də artıqdır. İrticaçılığa, mövhumatçılığa, firqəçiliyə qarşı bu millətlər savaş aparıblar. Məşrutə hərəkatında Azərbaycanlılar birbaşa bu mallalarla didişirdilər. Demək ki, aydınlıq gəlsin, ondan sonra demokrasi gəlsin, o məclis olsun. Amma bu mallalar hər zaman başda elə nuri olmaqla, elə bu günlərdə bunların nuri, bunların demək ki, Xumeyninin gözünün işığı idi və filan və filan. Yəni, məsələ buradadır ki, bu günlərdə bunlar ay Xalici Ərəbi çox gözəl dediniz. Ərəb dedin, gəldi keçdi boğazı ayında. Ərəb indi deyir ki, Xalici Ərəbi. Sən də bir yandan həm torbadan yeyirsən, həm axırdan Xumeyni Xameneyi üzr istəyəm. Qayıdıb deyirdi ki, əgər mənə görə də gəlmirsiniz, İslama görə də gəlmirsiniz sandığa, İrana görə gəlin. İndi də deyirsən, Xalici, Farsı, nə oldu və birdən-birə və Xumeyni deyirdi ki, demək ki, millətçilik, nasionalizm çox demək ki, murdar bir şeydir filan filan deyir. Biz ümmət-ük, ümmət-i Hizbullah, ilahi filan. Nə oldu birdən-birə döndər bindi? Hamız qaçırsınız. O da onların demək ki, təəssüflə
Genelkurmay Başkanı belə hətta Bağırı da getmişdi orada o Bəli. taxtı cəbdi ilə Nənəamenənin demək o qoyunluğun Əjdər qabağında müəllim, çox gülünc məsələdir. Baba, bax İranda olan şəhərlərin adını ərəbcə qoyur. Əl-Kövsər, hə, Kövsər, bunlar hamısı ərəbcədir bildiyiniz kimi. Çox şəhərin indi adı İranda ərəbcə qoyur. İranın öz coğrafiyasında. İnsanların adı ərəbcə. Heç problem də deyil ha. Biz elə müsəlmanıq, bilmirəm indi hər nə din Sayın olaraq Araz, Sayın Araz bəy, bu təəssübün Sovet yerində. bir şey arz edeyim xidmətinizə Sayın Araz bəy. Bu Sovet İttifaqı Şurəvi, bu Rus imperiyası elə çar dönəminə gələndə özəlliklə bu demək ki, Şurəvi dönəmi, Sovet İttifaqı dönəmində gəlmişdilər. Bu da bizim Astaranın yaxınlığında və demək sahil boyu Xəzər kənarında gəlirdin, gedirdin. Buranın adresi nədir? Eliç kəndin adını qoymuyor. Nə Eliç, bura Astara, siz ya məsələn gedib Qırğızistanda o ənlərdə demək ki, dağın adını qoydular Lenin. Nə daxlı var demək ki, bu Leninə filana. Ya zavodların adını, ya demək ki, götürmüşdülər demək ki, Gəncə şəhərinin adını qoymuşlar Şirofabad. Şirov da bir dənə cinayətkardır. Və demək ki, özləri öldürüb, Stalin öldürdü sonra da onu. Azərbaycana 11-ci o qara ordu ilə gəlib Azərbaycanı işğal elədilər. Ona görə də məsələ buradadır ki, bunlar bütün adları və indi Azərbaycanda və bağımsız ölkələrdə, cumhuriyyətlərdə, Doğu Türkistan və bütün bu ismləri dəyişirlər. Hamısı illəri yoxmuşlar. İlləri ara getdi bu ismlər. Dəyişildi millət o ədaləti bərpa elə. İndi bu Fars və dövlətçiliyinin əsas başla oğurladı ki, dövləti Azərbaycandan Türklərdən. Bunlar demək ki, başladılar, siz yadınızdadır da, dərsliklərdə hər yanda elə bil ki, demək ki, bu İran adlanan yerin 4/3-ü elə Rıza ilə başlanır. Rizaiyə, Nəm Rizabad, Rıza falan, o Quldur Rızanın adını qoydular. Bunlar da gəldilər, elə o həm başladılar, nəm hansı, demək ki, hansı bir dənə demək ərəbin uşağının adını götürdülər, belə deyək, bunu hardan tapdılar, gətirirlər. Bir adlar tapdılar, gətirib qoyublar ki, ya bizim çayların, şəhərlərin, ondan sonra çoxdur qutaran da deyil, təhsə Azərbaycan deyil ki, başqa ölkələrdə də, bu demək ki, Əlahvazda da, bu Bəluçistanda da, bu başqa yerlərdə, Türkmenistanda da belədir. Amma millət bunları bilir, bu şeylərdə bunların özlərinin mahiyyətini açır. Bu günlərdə gəlib Trumpın əli ilə bu demək ki, nə deyirsiniz, Xəlici Fars. Yəni, əlan titrətməyə düşüblər ki, aya Trump doğrudan da cəddədə Səudi Ərəbistanda bunu deyəcək, deməyəcək. Trump da demək ki, təşkilatı çoxdan da bu məsələ var və hamı da bunu istəyir və ona görə məcburdurlar ki, bir-birinin boynuna atırlar. Mallalar atır Məmərzanın oğlunun boynuna, sən də bir mövqə bildir, o atır bunların boynuna, hamısı bir-birinin boynuna atırlar. Necə ki, o əmaratda o üç, nə deyirsiniz, o Tom bu nədir, kiçik Tom, böyük Tom, Əbu Musanın məsələsini devatçarı elə səsini çıxartmırlar. Xəzər məsələsinə gəldikcə, dəniz məsələsinə gəldikcə, o zamanlarda da bizlər həmişə Bakıda və xaricdə konferanslarda söyləyirik. Bunlar ki, çıxmışdılar, bizim orada 50% bizim orada haqqımızdır yarı-yarıya. Belə də deyil. Belə bunların içindən olan o dəli, bu, nə deyirsiniz, bu quş qondurmazın o birisi Tayyip Zurufçı, bağışlı o Zərif. Zərif də çıxdı, nə deyirsiniz, bizim orada eləncə haqqımız yoxdur, Şurəvi dönəmində də belə deyil. 11%-ə razıdırlar, amma razıdırlar, onu onaylayıblar. Amma bunların 11% haqqı yoxdur. Bunların çox olsa belə, çox olsa, hətta əgər Azərbaycanı, Türkmenistanı, Türkmənləri, Azərbaycan türklərini belə haqları orada nəzərə alınanda, bunların orada heç 4%-i də qalmır. Gedib kiləhlərlə razılığa gələcəklərmi? Mazilərlə razılığa gələcəklərmi? Öz içlərində bunların bədbaxtlıqları var. Məsələ budur ki, bunların 4%. Yəni, bunlar istəyirlər neynəsinlər? Ənzəlini, Astaranı, Xəzərimi demək ki, o bölgəni özlərinin hesabı edən söhbət yoxdur. Və bunu Rusiya, Qazaxıstan, Azərbaycan Cumhuriyyəti, Türkmenistan, bunlar da bilməlidir. Dəfələrlə, indi söhbət bura gəldi, dəfələrlə, necə ki, demək ki, Sayın Heydər Əliyev Tehranda olanda, o rəsmi görüşdə qayıtdılar Dəryai Mazəndəran. Dəryai Mazəndəran zat yoxdur. Bura demək ki, Xəzərdir, adı da bəllidir, keçmişdə, yəni biri də oyun çıxardırlar. Ona görə də bu günlərdə biz də dəfələrlə bu illər boyu demişik ki, bu Ənzəlidən də bir az rəşdə tərəf buradan dənizin demək ki, ta o əsas Astaraya tərəf ondan sonra o yandan da türkmənlərin haqqı.
Yəni götürəndə biz Azərbaycanın güneyində bizim bu günləri bu Şərqi Əlo deyirlər, ondan neft yataqları, qaz yataqlarının əsası ki, bir zamanda onun üstündə Tehran rejimi yollamışdı günöz günortaçağı uçaqları Bakının sınırlarına, sərhədlərə, ay ora niyə siz gəlmiş sondajları göndəribsiniz. Yəni məsələ budur ki, bu günləri bu dənizdə Azərbaycanlıların hələ güneylilərin orada demək ki, əsas yerində haqları vardı. Yəni bunlar indidən demək ki, haşiyə sallar. Qalıb ki, o Xəlici Ərəbiyə, Xəlici Ərəbiyə, Əl-Xəlici Ərəbinin dalında, bu terminin dalında çox söhbətlər olacaq. Çox məsələlər olacaq. Bunların da qorxusu ondandır. Amma bunlar istəyirlər, çox bağışlayasınız, təcili, çox sürətlə Amerika ilə razılığa gələrlər. Amerika nə istəsə verərlər, deyib bir sanksiyaları götür, bir bizim o pılı bıraq, 150 milyard deyirlər indi hər yanda. Amma birinci deyirlər o 7 milyard Cənubi Koreyadan ki, gəlibdir, Qətərdədir, onu buraxın, nəhlə vururlar puldan ötəri. Ona görə ki, bunların başqa yerdə teröristləri pulu istəyirlər. Livanda filan Nəsrullah ölübdür, bəs qalan Hizbullah orada, bəzi Həşədil Şəbilər, ondan sonra Əş-Şəbablar, bunlar pul istəyirlər. Bunlar silahı da o əmbiyanda gizlərsələr, aylığını istəyir, pulunu istəyir. Bunların da pulu yoxdur. Əzəl müəllim, məsələ burada İran öz için idarə edə bilmir. Bildiyiniz kimi iqtisadi məsələsi, millətin ilişdiriş bəlgələrin kəsilməsi, suyun kəsilməsi, yəni millət çox sıxıntıdadır. Bu halda ki, siz dediyiniz kimi indi Amerika ilə bir müzakirəsi və oturum var. Bu pulları gerçəkdən buradan bir yana İranın iç məsələsini həll eləmək üçün istəyir alsın. Amerikadan yox elə. Bunları yenə teröristlərə yetirmək üçün bu müzakirəni İran Amerika ilə. Çünki bildiyiniz kimi Obama ilə də Obama ilə də müzakirə elədi. Çox böyük bir pulların azad elədi bu ülkənin qabağını və onları getdi verdi o zaman Hizbullaha, Həşd-ül-Şəbiyyə teröristlərə. Bu seyirdə sizin nəzərinizdə aynı işi İran istəyir görsün ya milləti yenə bu sıxıntıda saxlasın. Yəni gerçəkdən bu seyrin məsələ içəridə çox fərq eləyir. Çox sıxıntı var. Bəli. Fabrikaların durmaqları, şadxanaların, çürəkxanaların durmağı, yəni millət çürəyə növbəyə gedib duranmır, elektrik kəsilir. Sayın Araz bəy, bir tərəfdən ki, demək ki, aynən danışıq gedir, ay filan ki, yəni bugünkü o 4-cü söhbət də daşa dəydi. Yəni Tehran rejimini qəbul etmirəm. Mən qəbul etmirəm, demək ki, qidalandıracağam, sandrivurucular işləyəcək, belə söhbətlər. Tehran mətbuatına bugün baxsınız, görsənіз bir dəsi ilə bu şəriət mədarı nərdeysə, Şeyhan qəzetəsi və Xameneyinin özü demək ki, bir başqa hava salırlar. Çünki görürlər ki, əgər razılığa geçsələr, bunların rejimlərinin ömrü qutaracaq və içəridə bir, onsuz da çaxnaşma içəridə bu tezlikdə baş verəcək. Bunların qorxusu bundandır. Çox qorxurlar. Amma bunlar təhcə necə ki, o Barack Obama, Seyyid Hüseyin o zaman da deyirdi birdən-birə 150 milyardla 250 milyard arası nağd pulu bunlara verdi. Onu da zadda bəlli deyirdi ki, kimdir, nəsil bunu gətirdilər, sözüm onda yox. Amma böyük xidmət elədi Barack Obama bunlara və demokratlar bunlara, bunların bəqasına. Özdə bunlar bir məsələdir ki, indi gələcək ki, sizin verilişlərdə imkan daxilində nə qədər ki adam bilir, o qədər bizdən çox bilənlər var bu məsələlə bağlı. Batı dünyası, Amerika başda olmaqla marağı nədir bu rejimi saxlamaqda? Nəyə görə bu rejimi saxlayırlar? Bu rejim bunları terror edir, səfirliklərini tutur, gedib bunların əskərlərini dəstə-dəstə qurur, qırır. Terror gedib demək ki, Ağ Evin Vaşinqtonda qapısına dərk edib, ondan sonra orada terrora gedirlər, məhkəmələrdə olan işlər filan. Və Avropanın özündə bunların demək ki, nə deyirsə təbəələrini zindanlarda və bu Avropa deyilmi ki, həmişə deyib ki, əgər bizim bir vətəndaşımızın burnu qanasa və bu Amerika deyilmi ki, deyib ki, mənim bir yerdə bir vətəndaşımın qanı tökülsə filan olsa, mən onu nə edəyəm? Eləyirlər bu Tehran rejimi. Hətta demək ki, bu yaxınlarda bunların bir dənə, demək ki, bu paslar başçıların biri deyirdi ki, biz gedəyim bir neçə yüz nəfər bu Amerikalılardan tutayın, hərəsinə də 1 milyard euro istəyən, pul istəyən yəni, euro sağlayın. Mohsen Rızay İranın demək olar keçmiş SPA, o İnqilab Devrimçilərin başkanı bu sözü aşkarı dedi. Bəli. Yəni, məsələ budur, bunların hamısının içində gedən söhbətdir. Ona görə də nədir, sirri nədir ki, bu, indi məsələn, bir şey məsələnizə söyləyim. Aya doğrudan santrifurucuları ki, hey modernləşir, bunu bu Tehran rejimi özü istehsal edir, ya Kuzey Koreyadan gedir. Xeyr, bunun hamısını da görürsünüz ki, zaman sonuncu o adam ki, qaçmışdı, İtaliyada tutmuşdular,
O Hə. Meloni getdi Amerikaya ki, ay bunu istəməyin Amerikaya. Tehran rejimində bizim o jurnalisti tutub ki. Onun işi bilirsiniz nə idi? Bu cür şeylərdən, bu texniki şeylərdən bunların hamısını götürüb satırlar və bilirsiniz bunları Amerikadan çıxartmaq bu şeyləri, Avropadan, cümhuriyətlərdən çıxartmaq. Və beləcə, yəni düzdür, bu Amerika, Avropa siyasətçilərin də Əslən Əjdər müəllim bu 3-4 gün içində Fox News Simnanda bir dənə 10 illik xəbərlərdə hətta izlədiniz, gördünüz 10 illik bir dənə santrifüjlar ki, orada istehsal edirdilər, ancaq oranı gizli saxlamışlar. Fox News onu faş elədi. Bu hətta bu oturumların içindəki İranda Amerika niyə bunu indi gəldi məsələn göstərdi. Amerika istəyir bizlə müzakirəni şikəstə tərəf aparsın və özünə bir dənə bilmirəm ortaya məsələ atsın ki, İran bu danışıqlardan çəkildi. Biz danışığa gedirdik və İranı vurmağa bir səbəb göstərsin özündən. Araz bəy, məsələ buradadır ki, bunlar biraz da şişirdirlər ki, ay Amerika gəlsə Tehran rejimi aşacaq, vurasa aşacaq, gəlməsə onu da aşmayacaq. Xeyr, gəlməyə aşacaq. Bunun demək ki, özləri demişkən, dirozu darət, suxtosuz nə darət, gezi tizi vardı, bitdi, qutardı, bittisi yoxdur. Bu millətlər İran adlanan yerdə day vaxtı ilə ki, həmin bu millətlər ki, ağa gəlir, hər şey düzələcək, bitdi mollaları demək ki, gəlir, qutaracaq, heç kəs qafanı işlətmədən elə demək həyazana qapılmışlar, bu istəyirlər malla gəlsin, hə, bu millətlər. İndi hamı nifrət edir. Həmin adamlar ki, götürürdülər malların tüpürcəyin, aparırdı ki, demək ki, xanımının göbəyinə yaxsın ki, xanımı uşaq da olsun, ya demək ki, ekiz də olsun, ya filan. Bu günləri açıqcasına Xameneyə sözüş verirlər. Özü də səsin zadına gizlətmirlər, hər yana yayırlar, ağızlarına gələn mallalar və demək ki, pis şürdə it kimi qorxublar. Mənim xəbərlərim var ki, paslarlar, ondan sonra itilatılar, dəhşətli qorxuya düşüblər, çeşidli şəhərlərdən eşidirəm mən. Çeşidli şəhərlərdən eşidirəm, dəhşətli qorxuya düşüblər. Və ekonomi durum da bunlar da o qədər çətinləşib ki, düz deyib, bunların başında olanlar, bunlar demək ki, nə deyirsəniz, belə qalaq-qalaq uğurlayırlar, amma o çıxdırlar, bədbaxtlar, bilmirlər ki, qorxuya düşüblər, elə güdaza gedən də onlar olacaq. Və ona görə də bu günləri, nə deyirsə, bu Puzbəndiyan kimi qulduruya götürüb atırlar ortaya ki, gəl sən də bəlkə bir əlac eləyəsən. Azərbaycanlılar da hələ ki, baxırlar ki, demək ki, həll eləyəcək və nə deyirsiniz, bir iddə demək ki, bu rejimin özünə inanırlar ki, dəmə gəlib ki, Puzbəndiyan həll eləyəcək. Nəyi həll eləyəcək? Haranı həll eləyəcək? Bu adam bunun fikri, bunun danışığı, bunda harda bir dənə zaş görübsünüz? Hamı da demək ki, bu bir növ ümidsizlik yaranıb ki, bu millətlərdə. Yəni, bunlarla bağlı, yəni bunların çıxış yolu da yoxdur. O ki, qalıb ki, Azərbaycan hər anda Azərbaycan göstərir ki, bu millət bu rejimlə və bu fars dövlətçiliyindən və bu irticaçılıqdan, bu mühümmaçılıqdan, bu dinin xərclənməsindən, bu din adına gəlib və filan və gətirmişdir deməkdir bir türlü demək ki, gətirmişdilər ki, ay demək, ərəb də belə, ərəb də bunların tərəfində, xeyr, ərəb milləti hər zaman bunlardan imtina edibdir. Hər zaman elə o dinin başında duranlar da Məkkədə, o Hərəmeyn-i Şərifeynin başında duranlar da hər zaman, bu da bu illərdə dedilər. Dedilər, bax, gəlirsiniz burada ziyarətə, ay nə deyirsən, bəraət əz müşrikin, ay nəm siyasətə qatasız, belənci söhbətlər olmayacaq, belənci şeylər yoxdur. Amma vaxtı ilə bunlar getdilər 400 nəfərlik oranı partlatmağa, çantalarında Rəfsəncanı dönəmi bombalar aparırdılar, demək ki, Hərəmeyn-i Şərifin partlasına. Biri də Şiə adında bir idəni saldılar ora yola. Hələ də bir idəni bəzilər deyirlər ki, Kəbənin altında, Hərəmeyn-i Şərifənin bəzi o zerzəmilərin hələ deyirlər altında da hələ səslər yenə də gəlir ki, onların bir idəsi qaçdı, gizləndi ora. Və yaxud demək ki, bunlar o adına orada qondartdılar bir idəni, demək ki, Məkkiyə qarşı, Əsəudi Ərəbistana qarşı. Ərəblərin hamısı Bəhreyndə və yaxud Kuveytdə və yaxud başqa yerlərin hamısında bunlar getdilər, fitnə yaratdılar. Birdən-birə indi dönüblər də, ya əxir biz exvə filan mənbə qardaşım, bunlar da bilirlər. Onlar da deyirlər ki, ay Amerika, sən demək ki, bunların axırından çıx, amma üzdə deyirlər ki, yox, bizdən Səudi Ərəbistan Müdafiə Nazirini buraxıb göndərir Xameneyin yanına. Elə o Xameneyi dəyirdi ki, ağzına gələni Ali Səuda deyirdi. İndi məcbur qalıblar, göndərir tez ora ki, yox, gəlin belə bölgədə filan eləyək. Bir dənə də demək ki, sıradan çıxmışı, mahiyyəti bəlli, əlim Türk millətinin qanına batmışın, geri qafalının birində tez yollayırlar Bakıya ki, sən də ged orada birazdan
Heydər Babadan biraz oyun çıxart, meymunluq elə. Sonrasından ta ki demək ki, deyək ki, Azərbaycan heç zad olmayıb ki, biz erməniyə kömək Əjdər eləməmişik. müəllim, bu məsələyə görə siz dəfələr danışığınız da Pezeşkiyan məsələsinin bir oyuncaq kimi həm Güney Azərbaycan məsələsini, həm İranda baş verən olaylar, indiki eşikdən İrana baskılara görə Pezeşkiyanı araya gətirdilər, sizin danışıqlarınızdan alan məsələ. Ki Pezeşkiyan gəldi, İranın türkləri, İranda yaşayan türklər, Güney Azərbaycan türkləri, başqa bölgədə yaşayanları özünə İran, yəni rejimin siyasəti buydu. Onları Pezeşkiyan tərəfinə çəksin və bu sıxıntılar, bu baskılar ki İrana tərəf olacaqdır, ən azı türklər desinlər, bəli, bizim Cumhurbaşkanımız türküdür və biz Cumhurbaşkanımızın yanında dururuq və bu gün bu gəlib də bütün İranda yaşayan bu coğrafiyadakı türkləri qurtarsın. Yəni bu İranın siyasətidir. İran bilərək bir siyasət oynadı Pezeşkiyanla bərabər, İranın indiki Cumhurbaşkanıyla Türk adı ilə gəldi, bunu Türk adı ilə demək olar bir son kart, Türk kartı deyək. Kullansın bu kartı ki, bəli, bu türkü, bu hərəkəti ki, Güney Azərbaycan Milli Hərəkət deyirik, bunu biraz hızının, sürətini azaltsın. Əgər Amerika məsələsi, İsrail məsələsi, eşik məsələsi ya o demək olar baskılar ki, içəridə var idi, İran indi bildiyiniz kimi eylemlər daha çoxalıbdır, insan haqlarına demək olar baskı daha çoxalıbdır. Yəni bunları öz nəzərində boykota tərəf aparsın. Və desin, baxın biz demək olar türklər bu günlərimizdə Cumhurbaşkanının yanındadırlar, İranın siyasətinin yanındadırlar və biz az faizdə ola bilər, bütün məmləkətlərdə belə bir etirazlar ola bilər. Amma sizdə, yəni sizin də fikrinizi mən bilirəm ki, buna razısınız. İran böyük şikəstlə, böyük bir başarısızlıqla üzbəüz oldu bu məsələdə. Türk məsələsinə görə. İranda ki istəyirdi bunları boykota tərəf aparsın, desin, baba bu İran sizindir. Ay Türk milləti, İran sizindir. Bu da Cumhurbaşkanı, bu da Türk Cumhurbaşkanı. Amma başarmadı, başara bilmədi və bu səbəb oldu daha Türklərin itaatı daha çox artsın. Yəni bu İranın əlini oxudular. İran bu kart ki istəyirdi kullansın. Buna yox dedilər və dedilər, yox, elə biz Güney Azərbaycan Milli Hərəkatımız yerindədir və bu günlərimizdə əgər demək olar bir dənə Türk Cumhurbaşkanı olur, biz olsun heç problem deyil bizim üçün. Oy da veririk, oy yerində lazım olsa və ondan da istifadəmizi eləyə bilirik, kullana bilirik hərəkatımıza görə. Yəni biz səndən də siyasətliyik. Yəni Güney Azərbaycan bir mesaj verdi həm İrana, həm Türk millətinə ki, bəli, biz bütün fürsətlərdən istifadə edə bilirik, amma sənin oyunun da içinə biz girmərik. Bu məsələni necə dəyərləndirirsiniz? Demək olar, sonla bir elə sualımız oldu. Buyurun. Təşəkkür edirəm Sayın Araz bəy. Məsələ budur ki, bu adam, bu quşqondurmaz, bu Puzbəndiyan